Investaz Invest şirkəti sizi salamlayır. Dünya enerji bazarlarında keçən həftə ərzində 47 dollar 70 sentə kimi 9% bahalaşan Avropan Brent markalı neftin 1 barel qiyməti cümə günü qismən korreksiya etsə də, cari həftənin başlanması ilə yeni artım trendinə başlayıb. Hal-hazırda Asiya sessiyasının 47 dollar 40 sent ətrafında ticarət olunan Brent markalı neftin 1 barel qiyməti 48 dollar 24 sent, 49 dollar 80 sentə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bahalaşmaya səbəb isə İranın enerji naziri Bincan Zanqanahin şənbə günü OPEC-in general katibi ilə görüşü zamanı açıqlaması olub. Nazirin fikrinə görə OPEC-ə üzv dövlətlər yaxın bir zamanda istehsalın dondurulması ilə bağlı razılığa gələcəklər. Qeyd etmək lazımdır ki, OPEC təşkilatının Viyana şəhərində növbəti rəsmi toplantısı noyabr ayının 30-u planlaşdırılır və təşkilat 55 və 60 dollar aralığında qiymət hədəfləyir. Sonuncu dəfə OPEC-in bazar qiyməti isə 42 dollar 83 sent olub. Investaz Invest şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.